Xəstələrin ən çox verdiyi sual ürək əməliyyatından sonra nə vaxt aktiv, normal həyatıma dönə bilərəm sualıdır. Ona görə biz mərkəzimizdə istifadə etdiyimiz minimal invaziv, yəni döş sümüyü kəsilmədən qabıq arasından kiçik kəsiklə olan əməliyyatları xəstələrə təklif edirik. Bu əməliyyatları hər bir xəstəyə etmək mümkün deyil. Yalnız müayinələrdən sonra biz bu əməliyyatın mümkünlüyünü sübut edirik və əməliyyatı icra edirik. Əməliyyatdan sonra xəstələr standart ürək əməliyyatında olduğu kimi 6-8 həftəyə deyil, 2-3 həftə sonra artıq öz normal həyatına qayıda bilir. Əməliyyatların üstünlüyü odur ki, bu zaman qan itkisi az olur, kiçik kəsik olduğuna görə ağrı sindromu az olur və dediyimiz kimi burada kosmetik önəmdə, psixoloji təsir də önəmlidir və xəstələr bu baxımdan son zamanlar bu əməliyyatlara daha çox üstünlük verirlər. Bu əməliyyatları biz həm anadan gəlmə ürək qüsurlarından olan qulaq-çıxarası çəpər defektində, eyni zamanda mitral və aortal qapaqlarda, həm dəyişmə, həm təmir əməliyyatlarında, həm də bypass, yəni aorta koronar şuntlama əməliyyatlarında uğurla icra edirik. Hörmətli izləyicilər, əməliyyatımız bitdi. Gənc xanımda qabırğa arası kəsikli anadan gəlmə ürək qüsuru təmir olundu. Buyurun baxın, əməliyyat 10-11 sm-lik kiçik kəsiklə icra olundu. Sinə sümüyü qorundu, kəsilmədi. Təşəkkür edirik, sağ olun.